Aprelin 16-sında Bakıdakı Atatürk Mərkəzində istedadlı yazar Pünhan Şükürün yeni işıq üzü görmüş Mənə Şəhrizadın Nağılın Danış adlı kitabının təqdimat mərasimi keçirilir. Qonaqları salamlayan müəllif, həmin gün hava şəraitinin əlverişsiz olmasına baxmayaraq tədbirə qatılan ziyalılara, hətta bölgələrdən gələn söz qələm adamlarına təşəkkürünü bildirib. Tarixçi toponomist Nazim Vəlişovun aparıcılığı ilə olduqca maraqlı, məzmunlu, yaradıcı keçən tədbirdə çıxış edənlər Pünhan Şükür şəxsiyyətindən, onun həyat və yaradıcılığından söz açır. Müəllifin müxtəlif ədəbi janrlarda hekayə, prizza, şeir, aforizmlər və s. qələmə aldığı seçilmiş əsərlərdən ibarət kitabın məziyyətindən, mahiyyətindən oxuculara təlqin olunacaq ictimai publisistik əhəmiyyətindən danışıblar. Qeyd edək ki, Şərq-Qərb nəşriyyatında çap olunmuş kitabın redaktoru Giya Paçxataşvilidir. Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitab nüsxələri hədiyyə olunub və xatirə şəkilləri çəkilib.